I'm just a kid who's four. Each day I grow some more. I like exploring. I'm kind. Arzu, qapını aç da. Things to do. Ay qismət, görmürsən pəncərəsini, özün aç da. Hayır, gəlir. My world is turning. Vəfa! Ay Vəfa! Ha, qismət. Qapını aç! Ha. Qapını aç! İyi görmürsən uşağın saçını darıyıram, ha, gəl. Sarı git, sarı gəl axı. İlişkan verməlidir indi Kay. Sevda! Ay Sevda! Hə. Qapını aç zəhmət olmasa. Ay qismət. Mən pəhriz saxlayıram, mənə dapaşmaq olmaz. Nədir? Kayon pişiyi gəldi. Gənək kimi. Onun harı... Necə oldu ha? Baba, qapını aç da zəhmət olmasa, sən qapıya yaxınsan. Qismət bala, mən aça bilmərəm. Bir də sər-sər qabağıma xeyirlədən çıxmaz. Kişi də hələm də belə şeylərə inanır. Qismət! Ah! Hamıya nəzə tez versən, hə? Dur qapını, canın çıxsın özün aç da. Başla Zeynep, başla. Məktub gəlib. Kimləndir? Talihi uğurlayanlardan. Talihi uğurlayıblar. Ne eliflər? Ne iniyiblər? Talihi uğurlayıblar. Eşk olsun kardeşlere. Oynayan ayaklarınız var olsun, eşk olsun, halal olsun. Size vurayım kurbanı cavanlar. Çok da oynuyorlar ya. Bardak diye Teymur bura. Bardak da buna da. Tanem benim burada bir tane disiplini yaratabilmek ya. Bir mantık çay alıp madem dur oku. Ama bir mantık mukayyemeye. Abbas neyini? Sen de ifrazada çok biraz tatlı yarraş. Biz de çay şokolat veririz. 2 manattan gerek geçsin de niye ediyorsun? Kapılar önünde şu mantık. Ben hadi. Bu. Qaqaş, bir dənə çay gətir. Abbas, sən də bir dənə yanlış şərəmlə oxu, çay zakaz eləmiş ya. Çay üçe zakaz elədi. Zibile şişmişik ya biz de. Adam döner bir Şu zakaz elini iftarı niye yine? Görə bu talihi uğrayanlar nə yazıblar? Əvvəla salam. Ay aleykümə salam. İlk öncə iyunun 1 uşaqların beynəlxalq müdafiə günü münasibəti ilə sizi təbrik edirəm. Çox sağ olsunlar, biz də onları təbrik edirik. Nə mədən uğurlardı bunlar? Müvəqqəti narazıçılığa görə üzr istəyirik. Yazıb sizə bildiririk ki, talihi biz uğurlamışıq. Hə, talihe uğrayıblar. Qismət tez elə polisə zəng elə, tez. Ha, bir dəqiqə, bir dəqiqə. Əgər polisə zəng eləsəz, onda biz hamıya yayacağıq ki, siz işverənsiz. Onsuz da problemlərimiz başımızdan aşır. Bu hardan çıx deyə belə, Siz deyə bilərsiniz ki, onsuz da problemlərimiz başımızdan aşır, bu hardan çıxdı. Amma onu bilin, bizim də problemimiz var. Yazıb sizdən rica edirik ki, bugün axşama kimi talihin əvəzində bizə 50.000 manat pul verəsiniz. Oy, başıma daş düştü. Bir güne biz bir belə pulu hardan tapacağıq?
Əgər bir günə siz bu pulu tapa bilməsəz, eybi yox. Biz sizi sabaha kimi gözləyərik. Az özlər üçün deyirlər. Ya verməsək nə qayracaqlar ki? Əgər siz pulu verməsəz, onda siz Talehin qulağını görəcəksiniz. Can ay bala. Maman ölsün. Bütün günü derdi mama kulağım cingildir. Mama kulağım cingildir. Ay mama, deyirəm görəm biz Talehin sağ qulağını görəcəyik, yoxsa sol qulağını? Kimi görsən tepene. Bir dənə aşpaz çağır bura. Sən bu küftəyə nə qatmısan? Başa düşməm, nə qatacam küftəyə? Düyüdür, ətli kartofludur. Ya nə kartov, o kişi? Bu nədir? Krevetka. Bilmirsiniz, amma görürsünüz, müəllim. Küftəyə dəfnə yarpağı vurmurlar, dadı versin deyə. İndi onu tapa bilmədim, dadı olsun deyə krevetka vurdum da. Çox dadlı. Yaxşı, bunu başa düşdük. Bəs bu nədir? O mənim toyuğun dimdiyidir. Narahat olmayın. Bizdə yemirlər, ha, o toyuğun dimdiyini yemirlər. Amma mən bir aşpaz kimi hiss edirəm. Heç mənim toyuğun ən dadlı yeri onun dimdiyidir. Demliyidir. Bəs onda harda görünür ki, bu küftəyə kivi vururlar? Kivi nöş qatmısan? Adı görülür deyəndə ki, elə bizdə görülür. Təbrik edirəm sizi. Bax, biz sizə bildirmirdik. Amma bizdə kampaniya keçirilir, düzdür? Hər yeməyin içinə xüsusi olaraq hədiyyə yerləşdiririk və sizin qabağınıza kivi çıxdı. Təbrik edirəm misiniz? Təbrik edirəm. Qardaş, yaxınlaş görünür. Gəl mənə. Bu nedir? Bu bateriya müəllim. Təbrik edirəm sizi. Siz desəm eşitmədiniz. Kampaniya şərtləri olaraq siz də doğrudan bateriyaya qalib oldunuz. Onu sonra salfetkə istifadə edin. Nəzərinizə çatdırıram ki, toyuq ləvəngisində qolbaq uduşdadır. Kimin yeməyindən çıxsa xəbər eləsin mənə. Mənim qolbağımı tapdınız? Hayda. Hansı yeməyin üstünə salmışam bilmirəm. Qumru, sənin gözün müştərilərdə olsun. Bax gör kimin yeməyindən çıxır bu qolbaq. Bizim də bir qəpiyimiz yoxdur, yoxsa Taleyi xilas eləmək üçün mən də verərdim pul. Bunlar da hamısı büşteriyadır, qızıldır. Bu da mənim qızıllarım. Sataq Taleyi xilas eləyək. Bu üzüyü də satırsan. Ay Arzu, bu üzüydən elə xoşum gəlir. Bunu mənə versəydin, 3 ay hissə pulunu verərdim mən sənə. Allah. Bu da benim pensiya kartım. Sağ ol, ay Orduxan baba. Nə qədər pul var bunun içində? Bunun içine pul 3-4 aydan sonra yatacaktı. Vazif pul lazım oldu. Getdim bir tər bankomatdan çıxartdım. Mən birinci dəfədə görürəm ki, kiminsə bankamada borcu olsun. Al. Bu da benim kızıllarım. Nimdaş kızıllarını götür. Talehin pullarıyla aldığın kızılları getir koyuram. Allah bir şey bilirsən nə var? Heç mən qızıllarımı qoymuram. Ver bura mənim qızıllarımı. Ne oldu balam? Öz oğlum deyil, get sat qutar. Arzu, sən də götür qızıllarını. Bel oldu hele mi? Ne oldu balam? Talih pul kazanıp getirende oğlum deyip özünü qabağa verirdin. İndi Talih'e pul lazımdı değil. Beni qabağa verirsen, elə mi? Onda ben kartımı götürüm. Qumru xanım, Buyurun. bir ağlarım ki, mənə düşəs verdiniz ha. Hə. Ondan mənə bir iskanda verin. Yox Baloğlan müəllim, mən bayaq bu düşəsi sizə süzüb verəndən sonra bildim ki, qıcqırıb. Olmaz, köhnədir. Amma qızgırmış da olsa, çox əla şeydir.
Ondan bana bir dənə ver lan olar. Yox, olmaz ey Baloğlan müəllim. Zəhərlənərsiniz. Xahiş edirəm, çıxın gedin. Olmaz ey, olmaz. Gedin. Hə, gedin. Baloğlan, çəkətdə gərək səni ayrı cür yola salaq burada. Düşən düşeş, zər verir düşeş, mən baxan yara. Buyur qardaş, kes yuxarı başım. Salam aleyküm. Hansı var? Hamı yığılsın gel bura. Abbas açar, gelin bura. Gelin bura. Ne olur? Siz hamınız gelin bura. Ne olur? Size bir tane bət xəbərim var. Taliyə uğrayıblar. Bəd xəbərdə görək. 50 min pul istəyirlər. Odur ki, axşama kimi o pulu yığıb vermək lazımdır. Yaxşı işləyin, axşam gəlib pul aparacam. Ne qəşəng düşesiymiş ya bu. Laf keyfim açdı. Beş tane uğramışlar. İçmişəm düşes, zər verir düşeş, mən baxan yara. Buyur qardaş, çek. Peki talihi uğrayanlardandır. Hə? Götür görək. Bağlı nömrədir. Bağlıdır. Yəqin olar. Alo. Bəli. Bəli. Eşidirəm. Yo, narahat eləmirsiniz. Yox, eləmirsin. Bəs siz talihi qaçırdanda fikirləşmirdiniz ki... Alo. Nə oldu? Ne oldu? Konturları kurtardım. Bunlar 100% bizden pul alacaklar. Ne ola, pulu düzəldanmadınız? Ay qismət. Ha. Bəsti xala pul vermədi deyə mama əsəbləşdi, daha yığası olmadıq. Ne görünəsin? 50 mindən böyük puldu ki, siz onu tapıb, düzüb qoşa bilmədiniz, ha? Qismət, Ha. neçə ildir bacananın evində yeyirsən, içirsən, yatırsan. 5-10 mart nədir ki, sən kömək eləmirsən? Ha? Qoy da ortalığa. Bəs xala, mənim cəmi 200 manat pulum var. Onu da mən özüm oğurlasalar da heç kimə verəsi deyil. Qismət, sən araq içmisən? Ay, mən 2 stəkan düşəs içmişəm. Ne olur? Pışkırmadı da babam Orduxanın Surgutdaşı torpağından neft. Hamısını özüm platillerdim. Ha, sen bir pışkır, geç mətbəxə. Başlayalım. Çiçe, Deyirəm ki, əgər pul yığılmadısa, Talihin evini sataq, Talihi xilas eləyək də. Yaxşı, biz nə edəyək? Talih müəllimi uğradılar. Qaldıq belə. Onda belə çıxır ki, bizimdir. Bizimdir. Bu restoran bizimdir. Bu restoran bizimdir. Ana bizimdir. Bu restoran bizimdir. Bu restoran bizimdir.
ağlama da qurban sənə. Sən amancan ağlama. Yaxşı da, bəsdir də, ay Arzu ağlayıb gözünün yaşını tökmə. Bax bu evi satarıq qəşəng. 125 minə. Hə, 50 minin verib taleyi qutararıq qəşəng. Qalır 75 mini. 75 minin 25 mini mənə düşür. 25 mini bəsliyə. 25 minə də qismət özünü ev alsın. Gözünə quzu kəsin Ceyran xala. Sən sus. Dilinə quzu kəsin. Yəni harda zəhərlənib gəlib bura? Ay Arzu, nə bilmək olar? Bəlkə 150 minə satdıq evi. Sənə də 25 min qaldı. Ha ben bilmirəm kimə nə qaldı, nə qalmadı. Ay uşaqlar, hamınız yaxşı bilirsiniz ki, Talih müəllimi oğurlayıblar, 50 bin manatda pul istəyirlər. Mən biləni, heç kəs aparıb Talih müəllimə görə o 50 mini kiməsə verməyəcək, Talih müəllim də tay bir də bura qaydası deyil. Bəli. Ona görə də mən bir ağsaqqal sözü, ağsaqqal məsləhəti eləmək istəyirəm. Görək də. Deyirəm, neçə illər biz Talih müəllimlə bir yerdə çörək yemişik. Ya dəqiq bilinmir axı. Yox, elə bəlkə də Talih müəllimin çörək yemişik də burada biz. Ona görə də arada halallıq olsun deyə deyirəm, bu restoranı öz aramızda bölüşdürək. Siz nə deyirsiniz? Məgər halallıq usta söhbət, onda bu səhnə mənim. Duqu da var, bir adamın bu səhnəyə çıxsın. Mən bu səhnədə can qoymuşam, 20 ildir mən bu çayxanada oxuyuram. Hal səhnə. Səhnə sənin. Mən də barmustoykanı götürürəm onda. Nə? Teymur, dədən evindən barmustoyka zad gətirmişsən? Baba, sən nəymişsən, ağımdır? Yaxşı kələmən sən almamışam. Onda mən mətbəxi götürürəm. Bir dəqiqə, Teymur! Sümük çırarım ha, Teymur! Yaxşı, mətbəx də sənin. Bax, onda mən də bu stol qarışıq plaşapkanı götürürəm. Burada mənim. Bir dəqiqə dayanmır, siz nə danışırsınız? Mən nəyə götürəcəm? Hə? Mən nəyə götürəcəm? Onda belə çıxır ki, ayaq yolunu mən məsləhət gördünüz, mən olur alik gördünüz, hə? Mən bir dənə tanışım, amma ona zəng edeyim, o geçsin Talih müəllimi xilas eləsin, sürekli qaydın özü işi bizə. Onda bilərsiniz mən nəyə layiqəm. Bunun adını nə yazmış? Mətbəxdən biraz belə dur biraz. Yaxşı. Sən burada o tarafa dur, səhnədən o tarafa dur. Alo! Spiderman, Bırat necəsən? Sağ ol atam, sağ ol. Yenə göylərdəsən, uçursan? Hə? İsmail'dir. Hə, mənə bax. Sən ola bilsin, mənim şotuma göylərdə uçursan, ha? Bu öz əziyyətin dolub, zəhmətin dolub, onu danmaq olmaz. Nə baxsan gələmişsən, götürməmişəm. Hə? Amma deyən işim var sənə, mənə bax. Bu Talih müəllim var, ha? Hada Talih də oturmuşduq, bulvarda çay içirdik. Onu oğrayıblar, 50 min pul istəyirlər. Deyirəm, o 50 mini onlara verəncənə, hələ sən get Talih müəllimi xilas elə, 50 min sənə qalsın da, kasıb oğlan sən. 500 manatı görə göydə ora-bura tutursan. Əla, davay, davay. Zeyran xala, sizdən bir şəxsi işim var. Deyirəm, o evi satandan sonra siz mənə ev alacaqsınız. Orada 2 dənə ayaq yolu olsun. Hamam demək istəyirəm də, biri sizə addelini, biri də ki, bizə. İsmət, belə şəxsi söhbətin varsa, qapına bağla da. Hə. Bir də, Zeyran xala, o sizin o hamam var, istəyirəm ki, orada jacuzzi olsun. İsmət, qapını arxa tərəfdən bağla. Hə. Şeydir, o şəxsi söhbət vardı. Yaxşı, ev yoxdur, sonra eləyəlim. Bəs xala, bağın nömrədən zəng gəlir, yəqin yenə oğullardır. Ver mən danışım, mən alıyam. Bəlkə mənim göz yaşlarıma yazıqları gəldi. Talehi buraxdılar bunları. Alo, nə tərsiniz başına dönür? Mənəm Talehin anasıyam, qadın qalım. Deyirəm, sizin də ananız var, siz də bir ananın oğlusunuz. Mən də anıyam, başına dönüm. Mənim oğlumu oğurlamışsınız. Axı, mən dözə bilmirəm, qadan alım. Ay can. Hə? Deyir,
ürəkləri oxşuyur. Anaların ürəyi dünyalara bəzəkdir. Anaların ürəyi xərək donu geyinər. Böyütdükcə öyünər. Balası üçün döyünər. Anaların ürəyi. Anaların ürəyi. Qacar. Nətər? Yaxşı. Avara danış be. Bax. Mən də bilirəm də ona söhbət bundadır. Bilirsən nə var? Mənlə həlləm-gəlləm danışma ha. Sən Şıxəlinin gəlini Bəsti xalı ilə danışırsan ha. Ne var açarı fırrıysan qabağında belə. Məhəbbəd, taliyə uğurlayıblar. 50.000 pul istəyirlər. Çıxat görək nəyin var, bir köməklikdən zatlarına görə. Ay dünya. Ne oldu ha? Mətləb. Özün kömək eləyə bilmirsən ha? Ayrı vaxt üstümə görürsən ha? Ne olasın? Ne taraf çalışıyorsun? Kafanı piyondu. Adam piyonu doldurmaz ha? Kaçak olmakla deli mətləb. Adamın gərək önə ürəyində olsun. Böyle Sinan'ı şişme önündə ya. Piyondu. Piyondu. Adam içkiliyə el kaldırmaz. Sonra aylar gəlib söhbət eləyərsiniz olalım. Olmaz ki. Görür cimnəcinə salıb özünü. Bir də mən əlindəysə, sən pis vuracaq. Hay dünya. Ha. Vuracam ne demek? Mətləb. Mən biz uşaq vaxtı həkim ona peyvənd vura bilmir. Ben qaldı elə sən mənə. Burası piyondu. Olmaz ki piyondu. Sonra aylar gəlib söhbət eləyərsiniz. Yaxşı. İçkili adama qaldırmaz. Ne vaxt sən görəcək. Mənim üçün problemi yoxdur. Məhəbbət müəllim. Bu içki haramdır axı. Siz niyə görə bu qədər içmişsiniz Məhəbbət müəllim? İçməmişəm səni kim vermir içməyə. Özümü piyonluğa vururam. Mən onu 2 dənə dişdirim, o qızın üstünü 2 dənə qoyum. O mənə işlə eləyə bilməsin də. İstifadə telif verirsə də. Məhəbbət. Salamatçılıqdır. Salamatçılıqdır. Mən səni yan olana qədər çırparam. Yox əşi. Nə çırparam? Nə piyonu? Bu nədir? Mətanət mənmə sən niyə 5 çıx yazıb ki? Bilmirəm. Dünən bütün gün əzbərləyirdin, nədir? Suallarına cavab verə bilmədin? Hamısına yaxşı cavab verdim. Qoy sən gelin görün. Niyə sən 5 çıx qoyur o? Alo? Salam Mətanət mənimə, necəsiz? Sağ olun, bizə yaxşıyıq. İstilərdən nə inirsiniz? Deməyini, ot tökülür göydən. Niyə? Kondisioneri də yandırırıq, soyuq olur. Söndürürsən, isti olur. Hə, nə mürəbbəsi pişirirsiniz ki? Çiyələk. Yox, çiyələyə 1 kiloya 1 kilo pesoq tökmək lazımdır. Hə. Oradan bir seyircək ver, açıq. Deyinəməyin Dəniz müəllim, cavan qalmışsınız at kimi. Ay kişi bir dəqiqə saxla görüm. Sana desem müəllim ondan yüzlükdə bala. Ay kişi bir dəqiqə deyən görüm. Mən başa düşməm, bu nədir mənə at kimi deyirsən? Yox, yəni Eldəniz müəllim, yəni ağzımdan çıxdı, yəni elə belə at demirəm ki mən sən, qırat deyirəm, qırat. Olayla. Bura. Ona ged o yanda oyna. Ged o tərəfdə oyna. O yanda oynayım. Gördün ha? Onun nətər incə tellərinə toxunub yüzlüyü aldım hala. O maralı sən ifa eləmişsən. Düyüfəli deyil mi üfələ? Onsuz da mürəbbəni çox pişirəndə heç kim yemir. Ona görə elə miqdarında biraz pişirirsən, yorası üçün. Yaxşı oldu Mətanət mənimə. Oldu, sağ olun, sağ ol.
Ayma, bəs niyə soruşmadın? Mənə niyə 5 çıx yazıb? Mən də deyirəm, niyə zəng eləmişdim. Deyən təzdən yıxın. Alo. Mətanət mənimə bağışlayın, sizi bir də narahat eləyirəm. Lap ağlımdan çıxıb, sual verəcəkdim sizə. O bizim qonşumuz var medsestra, onun sözü olmasın deyir, lap qocaldıq getdik. Hə, yaxşı medsestradır. Politexnika qutarıb, Hə, yox, əri gedməyib, cavan qızdır. Hə? Onda bilirsiniz neyinin? Elə qoy qardaşımız gəlsin, güya iynə vurdurur ona. Həm də qıza baxar da. Yox, nömrəsi məndə yoxdur. İndi alaram, eybi yoxdur, qonşudadır da. İndi mesajla yazaram sizə nömrəsini. Hə, yaxşı. Qoy, indi zəng vururam sizə. Yaxşı. Mama, niyə soruşmadın? Mənə niyə 5 çıx yazıb? Eybi yoxdur, sonra soruşaram. Yaxşı. Qoy, gedim qızın nömrəsini tapam. Oğurlar yenə məktub yazıb. Ay qismət, ver onu Arzu oxusun, o xətti yaxşıdır. Məktub Talih'dəndir. Salam. Əgər siz o 50.000 manatı verə bilməsəz, məni bir daha görməyəcəksiniz. Ona görə də vəsiyyətimə qulaq asın. Ceyran xalıya deyin ki, əgər o 50.000-ə görə evi satıb məni buradan qurtarmaq istəsə, onu məhkəmələrdə süründürəcəm. Onu məhkəmələrdən heç kim qutara bilməyəcək. Evin 3 qatını ondan alacağım. Bu heç benim boyum. bundan başqa, əgər mənə bir şey olsa, mənim Moskvadan 5.000 aldığım o saatı heç kimə halallık vermirəm. Sındırın geçsin. Mənə qalmır, heç kimə qalmasın. Şixəlli gəlli olmazsa, mən ölsəm, benim ölümüme göre qisməti türbüyə saldırmasam. Çünki mən rahat ola bilmərəm. Elə şey yok. Hörmətlə, sizin nakak talihiniz. Mama, gəlin gedək bütün qohum əqrabaları ağız açaq. Bəlkə biraz pul yığa bildik. Gedək də. Gedin, qadın bağı xilas edin. Gedin. Polis əmrlərdi. Oğrular da deyirlər ki, polisə xəbər verməyin. Mən neyniyim, hə? Neyniyim, hə mən? Cırıldı ya şalva. Öz devdə demişəm ki, bunu 2 qat sapla tikində bu tez-tez cırılır. Yox, dəqiq getdi. Salam polis əmr. Yaman şübhəlisən qismət. Hə? Niyə? Qapını niyə açmırdın? Polis əmr, yatırdım. Elə durub şalvarımı giyinib gələnə kimi. Sonra da baxdım, qlazokda heç kimi görənmər. Qismət, şalvar demişsən. Ama bir eyvandan keçəndən şalvarın arasında zart elədi, cırıldı. Sən köhnə dərsə bir də bunu tik, sonra sənin söhbətin var. Ha, başla. Qismət, bu şort kimindir? Məndir. Mən də əlim olur, ha. Talihən ay qismət. Bilməm, yəqin harasa gedibdir. Ha. Qalustuklu maşinlik. Mənə yalan danışırsan? Polis əmr. Taliyə uğurlayıblar. 50.000 pul istəyirlər. Aysa. Dollarla, manatla? Manatla istəyirlər. Amma dollarla razılaşmaq olar. Hə? Maşinlik. Mən yumurtaya baxanda
Bilirəm ki, o yumurta hansı toyuqdan düşür. Sən mənə kələk gəlirsən, danış hər ki. Oldu polis əmər. Bu dəqiqə mən hər şeyi danışaram. Deməli, Talih gəldi. Mənə dedi ki... Bacanaq, keç hələk. Nətərsən, neyinsən, keyfin alın nətər, canın başın nətərdir? Sağ ol, Talih ya. Söz deyirəm, də qulaq. İsmət, kişi kimi denən, sən özünə ev alıb, mənim evimdən çıxacaqsan. Mən almıram ki. Kişi deyiləm mən. Lap kişi kimi denən, lap kişi kimi. Lap kişi kimi... Çətin Talih, çətin. Ondan mən də sənə lap kişi kimi deyirəm, milyon yerdən milyon qazancım gəlsin, çaya ataram, suda batıraram, amma səni ev almaram. Özün bilirsən ki, mən sənə nə qədər xətrini istəyirəm. Sənə ev alsa, ceyran alacaq, qaynanan ceyran. Ona görə də bir planım var. Gəbir, deyirəm ki, gəl bir dənə plan quraq da, güya mən gizlənim, güya məni oğurlayıblar. Bir dənə mətfi yazım ki, 50.000 pul yığın verin, məni buraxsınlar, baya düşdün. Sən də ceyran sirkələ ki, bacanağımdır, canımdır, ciyərimdir də, hə. 50.000'i al, git özünə ev al, həm evin olsun, həm də mənim yanımda gözü kölgəli olma da, qardaş. Allah, Talih, inanırsan ki, sənin qavanda göz kölgəli olmamaqdır üçün. Mən hər şeyə hazıram. Gedim rüşkə dəftərini gözləyəm. Ama bir şeydir la, hələ mənim yanımda gözü kölgəlisən ha, hələ də. Canı sonra hadi eləyək. Bax, belə oldu rəis. Sən bu şalvarın arasını iki qatını ki. Aha, arxayın ol, iki qatını. Ha, qismət. Nə basıb bağlayırsan? Həm mən cəmaata kələk gəlirəm, sən mənə kələk gəlirsən? Hə? Rəis, mən hər şeyi düz deyirəm, rəis. Baxmı, saçıma kraska qoymuşam, bilinmir. Mən bu işdə saç ağartmışam. Hamısı mən deyən kim oldu? Ana, mən deyən kimi. Dünən, Talih çağırdı məni evə. Dedi ki... Əvvəl polis nə yaxşı gəldiniz. Məni bu ölümün caynağından qurtar. Bacanağım qismət, var devlətimi görür, gözü götürmür, istəyir məni oğurlatsın. Aləmdən də 50.000 pul alsın. Ay ürək, ay ürək, ay ürək, ay ürək. Ay ürək. Ürək. Gözü bir dənə səbir ol, sən döz. Sən şeylə. Ala bunun birini qoy dilinin altına. Ay ürəyim, bu... Sən sözə qulaq, sakit ol, ala bundan birini. Əmr Polis, sən bu qədər dərmanları üstündə ne gəzdirsən ki? Neyim Aytali? İndiki cinayətkarlarda ürək qalmayıb ha? Elə yaxınlaşsan tutmaq istəyəndə birinin şəkəri qalır, biri asma olur, birinin ürəyi. Laharım da məcburam da mən. O sən bir dənə davlı ilə ölçün. Bu nə işidir, biz keçdik. Mən biraz həyəcan... Həyəcanlandım, narahat olma. Çetik görüm bunu əlinə, əlini at. Bu nə işdə, biz düşdük. Hala bunu əlində saxlat edirəm. Bəs dedik, istilərdi. Baxın. Ay, sənin davlı ilə nəfs düşüb. Sana mütləq bir iğnə vurmaq lazımdır. Ay Əmr Polis. Polis var. Polis Əmr, inan bunların hamısı şərdir, böhtandır. Həm nə şər, böhtan. Sən nə danışırsan? Yazıq Talih əli kəndiri gəlib bölməyə. Deyir, qismət mənim əlimi qolumu bağlayıb, oğruyub salıb padvala. Güclə qatıb gəlmişəm. Sən indi mənə burada şər, böhtan deyirsən, ha? Bəxmidir, bəxmidir. Yaxşıdır, düş qalağına. Teymur, deyirəm adam müdiriyyətə işləməyəndə, özünə işləyəndə yaman pul tutur. Bugün 200 manat pul tuttum. İndi də yaxşıdır, hər şey yaxşı. Cavab ver, kimdir o göz? Bəli, eşidirəm. Bu savrayım qurban. Elə biz bax bu dəqiqə o barədə fikirləşirdik. Zəng buran Talih müəllimiydik. Deyir, oğruların əlindən qaçmışam. Nə qədər vuruşqa varsa toplayın, gəlirəm pulları yığmağa. Ver bura görüm, ver bura görüm. Talih müəllim gəlir, pulları ver bura görüm.
O tərəfə dur ha, Teymur nə pul? Mən pul zad vermirəm. Mən bugün burada olmamalıydım. Mən Talih müəllimə demişdim ki, yastayım, rayonda yastayım. Mən yoxam burada. Axı buradasa pul ver. Oradayım mən, buradayım mən. Gördünüz? İsmail, bax bu İsmail. Bir kəlməsi ilə Spidermanə dedi ki, Talih müəllimi xilas elə. Siz hələ məni yaxşı tanımırsınız. Düz deyirsən, səni yaxşı tanımırıq. Sən mərdumazların biriymişsən, hə? İmkan vermədin bir açıdan pul biz qazanaq, əlimiz pul görsün. Bir gün görək biz. Nə olar da, nətin zəng elədi, taşsın. İstəmir, hə, baş istəmir. Mən buradayım. Buna bax, heç canım sağ qurban. Çak. Qismətin torbasını nə tikdim. Getdi gəllə. Ay, yaxşı. İndi orduxanda dalında ceyran. İkisini də qatarını yola sarıb. Qatarlar gedir. Çak. Ay, elə. Ceyranın qatarını birinci yola sal. Yok. Birinci Orxan qatarını yola salın ki, Kudarni Kurti Ceyranın qatarı Tarjestivinin zurna balaballa getməli adamdır. Əmbar polis, sən qalx yuxarı, mən Orxan yola salım. Ay əmbar polis gəldin, qadın olun sənin. Deməli siz qismət aparıb reşot kesalardan Orduxan məni təhdid eləyin. Deyir ki, qismət buraxmasalar sənin fağırlığına istifadə edib, səni həqiqət daş bağlayıb, dənizə tullayacağım. Mən də fağır adam qorxumdan, rüyəm dağılır, qorxuram, yaxşı gəldiniz. Sən nə danışdığını bilirsən mi? Yox, həyatım, deyə qorxuram deyə biraz danışıq bitirmişəm. Ay yazıq Ceyranla Orxan gəlib şöbəyə, üstü başı su, əlləri kəndirli, boynundadır daş. Deyir Talih bizim boynumuza daş salıb, dənizə tullayıb boğub öldürüb. Qoçu çıxırsan sən? Qoçu çıxmırsan sən? Kəmərin yoxdur sən? Yox, kəmərim yoxdur. Demək sən belə nətə tutdun? Bilməm. Tax da bu kəməri taxda sən. Qalım mənim kim verim? Ayaqlar polis, onlar mənim qorxarım. Onlar məni şəhərləyirlər, mən deyə işte yoxdur, mən fağır çıxırım. Düşmüşəm, 2-3 də məni şəhərlə belə yaraşır. Bax, bağlam. Bax. Ay. Sənin üçün nətə donumdur? Yox, donum deyil, çox belə bir taraf deyil. Əsas odur ki, mənim üçün donumdur. Qava çıxılamı gətirsən. Sinan şişmənlə dörəyə qıqaş gərək adamı elə ürək məcbursun. Ayağım pis koydun, ne bırak? Özümü itirdiniz. Nə oldu ha? Mətləb, özün kömək eləyə bilmirsən, ha? Aile vaxt üstümə canırsan, ha? Ayağım koş. Əndən az sonra belə vurursan, gözüm qalan. Ya o ne? Elə bilin cüzdan, ha? Kaçak, fələrini şişirtməklə dörə, şişirtməklə dörə. Adamın görə ürəyində olsun, ya. Elə deyil, adamın görə ürəyində ol, ya. Niye ne dedi sana?